Salam, adım Aylindir. Hal-hazırda Estoniyanın Tartu şəhərində yaşayıram. Burada Tartu Universitetində bakalavr təhsilini alıram. 3-cü kurs Science and Technology tələbəsiyəm və ixtisasım genetika və biotexnologiyadır. Bu videoda həyatımda sıradan bir günü sizinlə paylaşmaq istəyirəm. Genetika və biotexnologiya oxuduğum üçün günümün böyük hissəsi laboratoriyada keçir. Hətta mənim dostlarım artıq bu barədə zarafat edirlər ki, mən laboratoriya ilə evi ayıra bilmirəm. Əslində mən onlarla razıyam, çünki doğrudan da laboratoriyada işləməyi çox sevdiyim üçün çox vaxt burada keçirirəm. Və istəyirəm bugün sizə nə eksperimentlər etdiyim haqqında biraz danışım və laboratoriyanın bəzi otaqlarını sizə göstərdim. Əfsuslar olsun ki, sizə bütün otaqları göstərə bilmərəm, çünki ora telefonla giriş qadağandır. Amma hansı otaqları göstərə bilirəmsə, bu videoda görəcəksiniz. Mən indi RNK viruslarla işləyirəm, amma gələcəkdə çox istəyirəm ki, kök hüceyrələrlə işləyim. Kök hüceyrə nədir? Yaxın gələcəkdə artıq bizim donora ehtiyacımız qalmayacaq. İnsanın özünün toxuma və hüceyrələrindən orqan yaratmaq mümkün olacaqdır. Və məncə bu çox maraqlıdır. Bu bizim 37 dərəcəli inkubatordur. Mən dünən hazırladığım bakterial koloniyaları bura yerləşdirmişdim. İndi isə gördüyünüz kimi bunlar koloniyalardır. İndi isə cold roomda qoyacağam. Soyuqda hardakı ki 2-8 dərəcə arasıdır. Və onları burada saxlayırıq ki, xarab olmasınlar və gələcək eksperimentlərdə istifadə edə bilək. Gördüyünüz kimi burada olan bütün bakteriyalar mənə aiddir. Yadımdadır, mən laboratoriyaya təzə gələndə bu otaq ən sevdiyim otaq idi. Çünki bu şeylərə baxmaq mənə çox maraqlı gəlirdi. Bu 37 dərəcəli inkubatordur. Harada ki, mən burada bakteriya böyütmək üçün sampullarımı qoymuşam və sabah səhər bunları götürəcəm və artıq eksperimentimi davam edə biləcəm. İstəyirsinizsə sizə bunları və başqalarını da göstərə bilərəm. Mən adətən dərslərimi kafedə oxuyuram. Çünki buranın atmosferini çox sevirəm və burada oxuduğumda özümü daha produktiv hiss edirəm. Və evə getdikdə də sadəcə istirahət edirəm. Bugünlük bu qədər. Çox ümid edirəm ki, bu videoya baxmaq sizin üçün maraqlı idi. İzlədiyiniz üçün çox təşəkkür edirəm və əgər bir gün Estoniyaya, Tartuya yolunuz düşərsə, mütləq mənə xəbər edin.